Bismillahirrahmanirrahim. Həmd olsun. Alemlerin Rabbi Allah'a indi. Ey Allah'ın salamı ve rəhməti. Həmd olsun Allah'a, bu qədər. Həmd olsun o Allah'a ki göyləri ve yeri yarattı, qaranlıqları ve nuru var etti. Sonra kafirlər öz Rəbbinə şərik qoşurlar. Ona həmd edirəm, ondan kömək diləyirəm, ondan yardım istəyirəm, ondan müvəffəqiyyət istəyirəm, ondan bağışlanma diləyirəm və ona tövbə edirəm. Onun sevimli və seçilmiş bəndəsinə, məxluqatın avasına salavat və salam göndərirəm. Ağamız və Peyğəmbərimiz seçilmiş bəndə Əbdülqasim Mustafa Məhəmməd və onun pak, təmiz, seçilmiş, hidayət edən məsum ailəsinə, xüsusilə də Allahın evində olanlara salam və salavat göndərirəm. Əbdülkərimə təbriklər. Bu namazda iştirak edən bütün hörmətli ziyarətçilərə, bütün İran xalqına və bütün İslam ümmətinə Novruz bayramını, yeni ili və həmçinin İran İslam Respublikasının günü olan 12 Fərvərdin tarixini təbrik edirəm. Bu, İran xalqının böyük bayramıdır. Bu ildə Ramazan ayı keçdi. Və əziz xalqımız bu ilahi təcrübəni Allahın köməyi ilə yaxşı keçirdi. Ramazan ayı vahidlik fenomenidir. Yəni, qəlbləri, insanları uca Allah'a yaxınlaşdırır. Ramazan ayı Allah'a yaxınlaşma sahəsidir. Mənəvi həyatın yenilənməsi, bədinin yeridir. Yəni, uca Allah. Ramazan ayının orucunu təyin etməklə mənə və sizə bir fürsət verib ki, bir il ərzində, bir ay boyunca bu fitrəti yaşayaq və qəlblərimizi təmizləyək. Əgər özümüzü həqiqətən təmizləyə bilsək, özümüzü çirklərdən çıxara bilsək, təvhid edebilsək, Ramazan ayının orucu, Ramazan ayında Kur'an'la ünsiyyət, Ramazan ayında Qədr gecəsi, Ramazan ayında ibadətlər və dualar hamısı insanı çox formalaşdırandır. Ramazan ayı həqiqətən və ədalətlə Allahın ən böyük nemətlərindən biridir. Hər kəs Ramazan ayının qaydalarına nə qədər əməl edərsə və riayət edərsə, o qədər də onun qəlbi, ruhu və daxili formalaşar, təvhid olar. Allah buyurdu ki, Ləəlləküm, təttəqun bu Ramazan ayı, təqva üçündür insanın qəlb və ruhunun təqvalı olması üçündür. Şükürlər olsun ki, Ramazan ayında mənəviyyatla dolu və zəngin bir ay keçirdik. Kur'an'ın yayılması açıq şəkildə hiss olunurdu. Kur'an'ın tilavəti, Kur'an'ın oxunması, Kur'an ayələri üzərində düşünmək, sədəqə vermək və iftar süfrələrinin məscidlərdə, müqəddəs yerlərdə, küçələrdə, ictimai mərkəzlərdə yayılması, dua məclislərində iştirak, coşqun iştirak, sıf iştirak. Xüsusilə gənclər, dua və münacat, yalvarış və vasitəçilik məclislərində, bunlar və şükürlər olsun ki, keçən Ramazan ayında tamamilə hiss olunurdu. Bütün təbəqələr və bütün zümrələr bu mərasimlərdə iştirak etdilər, faydalandılar, dua etdilər, uca Allahla danışdılar, Allah'tan istədilər, uca Allah'a yönəldilər.
çox fayda götürdülər. Elə həmin nemət sahibləri də fayda götürdülər. İnşallah bu Ramazan ayının faydasından il boyu istifadə edərlər və qəlblərini təmiz saxlayarlar. Və gələn Ramazan ayına qədər inşallah bu mənəviyyatı qoruyarlar. Bir Ramazan bir dərəcə. Növbəti Ramazan daha yüksək və irəliyə doğru getsin. Ramazan ayının sonu da bu coşqun və mənalı yürüşlə tamamlandı. Ramazan ayının son cüməsində insanlar böyük bir hərəkət etdilər. İran xalqı və bu böyük xalq toplantısından çoxlu mesajlar dünyaya əks olundu. İran xalqını anlamalı olanlar, tanımalı olanlar sizin bu böyük toplantınızdan çoxlu mesajlar aldılar. Əziz xalqım Tehranda, müxtəlif şəhərlərdə böyük və kiçik insanlar bu mesajı çatdıra bildilər və çox mühüm bir iş həyata keçirildi. Ürəkdən gələn inkişaf, siyasi səylə və iman hərəkəti ilə birlikdə. Bu Ramazan ayının nailiyyəti idi ki, bunu qoruyub saxlayaq. Bugün bayram günüdür. Uca Allah'tan bu mübarək gündə sizə kömək etməsini diləyim ki, inşallah bu dəyərli nailiyyətləri özünüz üçün, ölkəniz üçün, gələcəyiniz üçün qoruyub saxlayasınız. Bismillahirrahmanirrahim. De, o Allah birdir. Allah Sameddir. Doğmamış və doğulmamışdır. Ona bənzər heç kim yoxdur. Bismillahirrahmanirrahim. Həmd olsun aləmlərin Rəbbi Allaha. Salavat və salam olsun ağamız və Peyğəmbərimiz seçilmiş Əbdülqasim Məhəmmədə. Ümid edirik. Əmir əl-Möminin balıqlarından biri. Sindik Babar. Həsən və Hüseyin ağalarımız və bir növ can. Amma yenə də bunlar əsas səbəbdir, ilk. Və son ölçü deyil, sonra istəmirəm. Salamət, Allah əleyh və əcməyin və salamət Allah. Əleyh və əcməyin və hidayət əl-müstəzəfinin bu xütbədə toğam. Amma bu Qayyım Mehdinin hərbi bacarığıdır. Salam əfəndim, Allah'a inananlar, məzlumlar kimi. Keçmiş Ramazan ayının başqa bir tərəfini təqdim edirəm. Ramazan ayının şirinliklərini İran xalqı və digər xalqlar dadıblar, lakin bu Ramazan ayının acılığı da bütün İslam dünyasının oruç tutanlarının zövqünü körladı. Və bu Qəzza, Liban və Fələstindəki qanlı hadisələrdən ibarət idi. Yenə də soyqırım, yenə də uşaq qətli, yenə də ABŞ-ın qəsbkar, pozğun siyonist rejiminin şər işlərinə dəstəyi. Yenə də bu qatil və terrorçu dəstənin şər işlərinə kömək bugün Fələstini qəsb edənlərə Fələstin və Fələstin xalqına kömək edirlər, onlara kömək etdilər, onlara dəstək verdilər qərblilərin siyasi bəyanatlarında dəfələrlə əslində. Eşitdiniz ki, onlar vasitəçi qüvvələrdən bəhs edirlər. Regionun cəsur xalqlarını, regionun igid gənclərini vasitəçi olmaqda ittiham edirlər. Mən demək istəyirəm ki, bu bölgədə yalnız bir vasitəçi qüvvə var, o da qəsbkar, korrupsiyoner siyonist rejimdir.
Siyonist rejim müstəmləkəçilərin adından yanğınlar törədir, qətlər edir, cinayətlər törədir. Əgər əli çatsa, digər ölkələrə də təcavüz edər, elə bugün Suriyaya təcavüz etdiyi kimi. Suriyanın torpaqlarına girirlər, Dəməşqin bir neçə kilometrliyinə qədər irəliləyiblər. Bu işi müstəmləkəçilərin adından edir. Elə həmin şəxslər ki, İkinci Dünya müharibəsindən sonra bu bölgəyə əl qoydular. Bu bölgəni bu hala gətirdilər. İndi isə rejim onların adından işlərini davam etdirir və tamamlayır. Müstəmləkəçilərin bəyanatlarında elə həmin şəxslər ki, dünyada hakimiyyət edirlər, ölkələrdə hakimiyyət edirlər. Pulları ilə, media vasitələri ilə. Terrorizm, cinayət kimi qəbul edilir. Terrorizm, cinayət kimi adlandırılır, amma bu rejim bütün terrorizm, cinayətkarlığı mübah və məqbul sayılır. Başqaları öz haqlarını müdafiə etsələr də, torpaqlarını müdafiə etsələr də onlara terrorçu deyilir. Amma xain Siyonist rejimi tez bir zamanda soyqırım edir, intihar edir. Çoxlu insanları öldürür, xüsusilə aşpazları terror edir və deyir ki, mən terror etdim. Amma qərb müstəmləkəçilərinin gözləri bunlara bağlıdır. Ona gülümsəyirlər, kömək edirlər, onu dəstəkləyirlər. İllər öncə Siyonist rejimi kütləvi qırğınlardan başqa Tərsilin şəhər və kəndlərində elə o vaxtdan başlayaraq indiyə qədər davam edir. Bundan əlavə onların ən çox yayılmış işlərindən biri şəxsiyyətlərin terrorudur, insanların terrorudur. Əbu Cihadı, Tunisdə terror edirlər, Fətiş, Qaqini. Qüdsdə terror edirlər, Əhməd Yasin. Qəzzada terror edilir. İmad Muğniyəni. Suriyada terror edirlər. Çox sayda İraq alimlərini. Bağdadda terror edirlər. ABŞ-ın 20 il əvvəl İraqa daxil olmasından sonra. Şəhidlər, Tehranda alim həstgiri, öldürürlər. Onların işi, hərəkətləri açıq-aşkar terror hərəkətidir. Və Amerika dəstək verir. Qərb dövlətləri dəstəkləyir. Qalanları isə baxır, izləyir. 2 ildən az müddətdə təxminən 20.000 uşağı bu mövzuda asanlıqla məhv edirlər. Şəhid etdilər və onların valideynlərini yaslı qoydular. İnsan haqları, şüarları verənlər baxırlar. Burada heç bir hərəkət etmirlər. Dünya millətləri qəzəblidir. Onlar narahatdırlar. Bildikləri qədər. Dünya ölkələrinin cinayətlərindən. Dünya millətləri xəbərsizdir. Bu, Avropanın və hətta Amerikanın küçələrində Siyonist rejimə qarşı etirazların olması, onların məhdud məlumatları ilə bağlıdır. Daha çox məlumatları olsa, daha çox etiraz edərlər. Bu dediklərimin nəticəsi odur ki, bu cinayətkar qrup Fələstindən kökündən çıxarılmalıdır. Burada bu iş üçün çalışmaq həm dini, həm əxlaqi, həm də insani bir vəzifədir. Hər kəs bu yolda çalışmalı və bu şər varlığı, bu cinayətkar varlığı bu bölgədən çıxarmaq üçün səy göstərməlidir. Paralelliyi hamımız bilirik. Bizim paralelimiz də eyni paraleldir. Amerika və Siyonist rejimin düşmənçiliyi də əvvəlki kimidir. Onlar təhdid edirlər ki, pislik edəcəklər. Əlbəttə, əgər bir pislik baş verərsə, biz narahat olmayacağıq. Çox ehtimal vermirik ki, xaricdən bir pislik baş versin. Amma əgər bir pislik baş verərsə, mütləq qarşılıqlı olaraq
Güclü bir zərbə alacaqlar. Və əgər ölkə daxilində fitnə yaratmağı düşünürlərsə, əvvəlki illərdə olduğu kimi cavablarını İran xalqı verəcək. Keçmişdə olduğu kimi. Esselamu aleyküm olsun. Şəraitdə peyğəmbər ola bilməz. Ancaq iman gətirənlər, salih əməllər edənlər, haqqı tövsiyə edənlər, səbirli olanlar istisnadır. Salamun aleyküm və rəhmətullahi və bərəkətuhu. Dik ölə və sevim.